Binəqəddəki Layik oteldə baş verən faciə zamanı həlak olan Eltac Əliyevin topladığı pul ona nəsib olmayıb. Mərhumun atası bildirib ki, Eltacın uzun müddətdir yığdığı həmin vəsait ailə tərəfindən onun xatirəsinə küçənin asfaltlanmasına sərf edilib. Xatırladaq ki, noyabrın 21-də Eltac Əliyev və 3 əməkdaşı 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov dəmir konstruksiyalı pilləkəni daşıdıqları zaman elektrik cəryanına düşərək həlak olmuşdular. Dilbər Vüqar qızı, Bölgə TV. Eltacın atası Habiləmdən Eltacın adına məhlənmiş üçün asfalt çəkildi. Allah rəhmət eləsin. Məkanı nurlu olsun. Eltacın atası Habiləmdən Eltacın adına məhlənmiş üçün asfalt çəkildi. Allah rəhmət eləsin. Məkanı nurlu olsun. Eltacın atası Habiləmdən Eltacın adına məhlənmiş üçün asfalt çəkildi. Allah rəhmət eləsin. Məkanı nurlu olsun. Eltacın atası Habiləmdən Eltacın adına məhlənmiş üçün asfalt çəkildi. Allah rəhmət eləsin. Məkanı nurlu olsun.